Gəncədə nə baş verir? Sən demə, gənc oğlan uşaqlarının ölümünün arxasında polislərin bu uşaqlara narkotik satdırması dayanırmış. 13 mayda Elgün İbrahimov, 18 yaşlı yeniyetmə döyülərək öldürüldü polislər tərəfindən. Adını qoydular ki, intihar edib. İkinci isə keçən həftə Ümid Niftəliyev adlı 15 yaşlı 9-cu sinif şagirdi və Gəncədə Elgün İbrahimovla 34 nömrəli məktəbdə birgə oxuyan, yəni eyni məktəbdə oxuyan Ümid Niftəliyevin meyidi bir avtomobil sexində tapıldı. Polislər dedi ki, bu da intihardır. Ötən gün isə ekranda gördüyünüz bu şəxs 19 yaşlı İbrahim Nəzərov özünü asaraq həyatına son qoyduğu deyildi. Evində ölü tapıldı, asılmış vəziyyətdə. Amma yaxınları, tanışları bildirir ki, o intihar etməyib. Ona bu adı, bu da onu geyindirdilər. Onu da polislər öldürüb. Niyə? 19 yaşlı İbrahim Nəzərovun tanışları Azad sözə yazıb bildiriblər ki, Tural bəy, polislər, Gəncə polisləri narkotik satdırırlar Gəncədə. Ağ eləyiblər. Bütün qudurğanlıqları eləyirlər. Nə prokurorluğun, nə Gəncə DTX-sının onlara sözü keçmir. Daha doğrusu söz demir. Çünki narkotik ticarətindən məhz DTX, Gəncədəki DTX, Gəncədəki prokurorluq da özlərinə pay alırlar. Ona görə də polislərə göz yumublar. Ona görə də polislərin Gəncədə uşaqları öldürməsinə göz yumurlar, susurlar. Elgün İbrahimovdan sonra ikinci bir ölüm hadisəsi də baş verdi. Gəncədə onunla bağlı çıxış etdim mən. Qulaq asın. Nə baş verir? Uşaq ölümləri davam eləyir və bu cinayətlərin üstü açılmır. Təcili bir xəbər. Gəncədə daha bir məktəbli ölümü. 9-cu sinif şagirdi 15 yaşlı Ümid Niftəliyevin Mahsarı bağları ərazisində avtomobil təmiri sexində meyidi tapılıb. Hadisə dünən 18 iyun tarixində baş verib. Ümid Niftəliyev keçən ay Gəncədə öldürülən Elgün İbrahimovla eyni 34 nömrəli məktəbdə oxuyurmuş. Polis, prokuratura araşdırmaqdan imtina eləyir. Yalandan intihar da onu geyindirmək istəyirlər. Elgün İbrahimovu polislər öldürdü. Bütün Azərbaycan bundan xəbərdar oldu. Elgünü öldürən polisləri ifşa etdikdən sonra birini işdən çıxardıb Rusiyaya qaçırdılar. Digərini isə vəzifə yerini dəyişdirilər. Lakin həbs etmədilər. Sözün açığını danışmaq lazımdırsa, İlham Əliyevin hələ oğraş və biqeyrət polis naziri Vilayət Eyvazova gücü çatmır. Çünki prezidentin arxasını polislər qoruyur. Gözü ilə görən oğraş Vilayət Eyvazov. Hazırda 15 yaşlı Ümid Niftəliyevin ölümü ilə bağlı polisi günahlandırmaq istəmirəm. Çünki əlimdə bir dəqiq məlumat yoxdur. Amma onu bilirəm ki, polis bu ölüm işini araşdırmaq istəmir. Səbəb? Cinayətkarları siz tapmalısınız. Öldürülən uşaqlara intihar etdi, damğası vurmayın. Cinayətkarları tapın. Bu və digər məsələlərlə bağlı məlumatı olanlar şəxsən özüm istifadə etdiyim bu WhatsApp nömrəsinə yaza bilərlər. Azad Söz kanalını izləyin, paylaşın ki, bütün Azərbaycan xalqı görsün və bilsin. Bu ikinci Gəncədə ölən, daha doğrusu intihar etdi deyilib, amma meyidi tapılan, müəmmalı şəkildə ölən, öldürülən Ümid Niftəliyev idi. Ekranda gördüyünüz bu 19 yaşlı İbrahim Nəzərovdur. Bu isə üçüncü ötən gün bunun meyidi evində tapılıb. Deməli, babası gəlib evə görüb ki, asılmış vəziyyətdə qalıbdır. Ondan isə 3 gün sonra xəbər tutubdur. Yəni, 3 gündür ki, o asılı vəziyyətdə qalmışdı. Və dediyim kimi, İbrahim Nəzərovun bu sonuncu ekranda gördüyünüz, Allah rəhmət eləsin, 19 yaşlı gənci məhz dostları yazırlar ki, Tural bəy, Gəncədə polislər ona narkotik satdırırdı və biz əlimizdən bir şey gəlmirdi və məcbur edirdi, təhdid eləyirdi. Onu ki, satmalısan. Bir dəfə keçirmişdilər ələ, dəfələrlə polislərə o bildirsək ki, mən daha satmaq istəmirəm, bu mənim gələcəyim var, mən bu yolla getmək istəmirəm, amma polislər
onu məcbur edirdilər ki, narkotiki satacaqsan. Allah bilir, ya onu öldürüblər, ya da bezib intihar eləyib həqiqətən də. Amma bütün bu faktları araşdırmalı olan məhz polisdir, prokuraturadır və DTX-dır. Və mən təsadüfdən deyil ki, Vilayət Eyvazovun üstünə bu qədər gedirəm, deyirəm. Bu nazir vəzifəsində qalmalı adam deyil. Bütün uğraşlıqları, qudurğanlıqları, cinayətləri Azərbaycanda polis eləyir, amma polis cəzalandırılmır. Vilayət Eyvazov heç bir polisi cəzalandırmır. Çünki deyir ki, mən İlham Əliyevin ağzından eşitmişəm ki, heç bir polis cəzalandırıla bilməz. Çünki o narkotik ticarətindən Vilayət Eyvazova pul çatır. Əgər İlham Əliyevə onun ailəsinə bu narkotik ticarətindən pul çatmasaydı, onlar polisi cəzalandırardı. Bir polisi cəzalandırardı. İnanın, nə alınan rüşvət, nə başqa məsələlər bu qədər polisə pul gətirmir. Azərbaycanda narkotikin dövriyyəsindən gələn milyardlar başqa bizneslə müqayisə edilməyəcək qədər çoxdur, milyardlardır. Təsəvvür edirsiniz? 1 qram bir şeyi satırlar, amma ondan 10 manat, 20 manat qazanırlar. Kilosundan 10 minlərlə pul qazanırlar. Hələ mən tonundan demirəm. İndi təsəvvür eləyin, bir pomidor biznesi, bir kartof biznesi, bir nə bilim nə tikinti biznesi, kubik biznesi və sairələr narkotik biznesinin yanında dənizdə bir damladır və sizə elə belə gəlməsin və sizə də elə gəlməsin ki, yox, elə şey olar. Da polis də bu qədər cinayət törədər. Bu polis də narkotik satdırar. İnanın Allaha and olsun, neçə dəfə sübutlarla mən göstərmişəm, şahidlər, analar ağlar vəziyyətdə Azad Söz kanalında danışıbdı ki, polislər satdırır mənim övladıma. Allah ölən Gəncədəki uşaqlara rəhmət eləsin və onların öldürənləri də Allah cəzalandırsın.